Qızıl antilop nağılı. Biri var idi, biri yox idi. Uzaq Hindistanda xeyirxah və cəsur bir oğlan vardı. Bu oğlan meşənin kənarında tək yaşayır, heyvanları çox sevirdi. Bir gün oğlan meşədə gəzərkən qəribə bir səs eşitdi. Kolluqların arasından çıxanda gözlərinə inanmadı. Parıldayan qızıl rəngdə gözəl bir antilop qaçırdı. Arxasınca isə zalım Rəcainin ovçuları düşmüşdü. Antilop çarəsiz halda oğlanın yanına gəldi. Oğlan dərhal onu gizlətdi və ovçuları başqa tərəfə yönəldərək dostunu xilas etdi. Təhlükə keçəndə antilop oğlana dedi: "Sən mənim həyatımı xilas etdin. Ey xeyirxah uşaq, mən adi heyvan deyiləm. Mən ayağımı yerə vurduqda oradan qızıl sikkələr tökülür. Nə vaxt köməyə ehtiyacın olsa məni çağır." Həmin ölkənin hökmdarı olan Raca isə çox varlı idi, amma gözü heç vaxt doymurdu. O sehirli antilopun xəbərini eşidəndə əmr verdi: "Oğlanı tapın və mənə antilopun yerini desin." Əskərlər oğlanı saraya gətirdilər. Raca ona qızıl təklif etdi, qorxutdu, amma oğlan dostunu satmadı. Sonda hiyləgər Raca dedi: "Əgər antilop bura gəlməsə, səni heç vaxt azad etməyəcəm." Oğlan dostunun çətinlikdə olduğunu hiss edib onu çağırdı. Antilop saraya gəldi. Raca sevincindən tullanıb düşürdü. Antilop ona xəbərdarlıq etdi: "Mən sənə istədiyin qədər qızıl verəcəm. Amma unutma, əgər bir gün doyub dayan kifayətdir desən, bütün qızılların palçığa çevriləcək." Raca güldü. "Mən heç vaxt kifayətdir demərəm. Mən qızılı hər şeydən çox sevirəm." Antilop qaçmağa, dırnaqlarını yerə vurmağa başladı. Sarayın həyəti qızıl sikkələrlə dolurdu. Dağ boyda qızıl yığıldı. Raca qızılların içində üzür, daha çox deyə qışqırırdı. Lakin qızıl o qədər çoxaldı ki, artıq Raca onun altında qalmağa başladı. Nəfəsi kəsildi. Qızıl sikkələr onu boğurdu. Canının hayına düşən Raca qorxu içində bağırdı: "Dayan, kifayətdir!" Həmin an hər şey dayandı. Racanın qucaqladığı qızıllar bir anda çirkin palçıq və kərpic parçalarına çevrildi. O, var-dövlət əvəzinə palçığın içində qaldı. Antilop və xeyirxah oğlan isə uzaqlara, meşənin dərinliklərinə getdilər. Onlar həmişə dost qaldılar.